Hamısın buradan Röya xanımın mahnılarına çox qulaq asıram. Zülfiyə xanımın da qulaq asıram. Brilliant Dadaşovaya qulaq asıram. Bu arada Röya xanımın Kan festivalında iştirakını bir çoxları tənqid elədilər. Niyə? O Azərbaycanımızındır da, bizimdir də. Yəni onun attığı hər bir uğurlu addım Azərbaycan musiqisinin uğuru deyilmi yəni? Niyə tənqid eləyək ki? İndi o bilmirəm, o mövzuya qarışmaq istəmirəm. Orada mən məsələn o xəbərlərdə bir ikisi qabağıma çıxdı ki, bizim dəyərli ustad aktyorumuz Rasim Balayev də o barədə fikir bildirmişdi. Mən indi o sahəni dəqiq məlumatım olmadığına görə deyirlər, yəni orada kimsə kino ustalarımızdan, yəni aktyorlardan kimsə iştirak eləməlidir, rejissorlardan. İnşallah gələcəkdə o da iştirak eləyər. Yəni bugün Röya məsləhət olubsa, Röya iştirak edibsə orada yenə də bu Azərbaycan musiqisinin uğurudur da. Yəni uğuru dəstəkləmək lazımdır. Alqışlamaq lazımdır, uğura sevinmək lazımdır. Uğura mütləq sevinmək lazımdır. Mən vallahi Azərbaycanın o bir də görsən qərib ölkələrdə də məclislər olur, tədbirlər olur ki, dəvət alıb gedirik məsələn Rusiyaya, Gürcüstana, Türkiyə, yəni çox dövlətlərdə oluram mən. Məclis öz həmvətənlərimizin xeyir işləri. Orada Azərbaycana aid bir uğur görəndə, bir vəhdət görəndə, bir birlik görəndə o qədər ürəyim açılır ki mən. Allah şahidim, mən bunu neyəsə görə demirəm. Ha, yəni bu yaxınlarda mən Rusiyada oldum, Talyatidə, Samarada oldum. Bir dostumuzun balasının xeyir işi idi. Orada bizi o qədər doğma qarşıladılar. O qədər orada Azərbaycan sayağı toy elədilər ki, mən vallahi fəxr elədim onu. Çox fəxr, özü toyda biraz böyük toydu. Hər ölkədən qonaq var idi. O qardaş dövlət Türkiyədən qonaq var idi. Burak var, Türk aktyoru məşhur oradaydı. Bizim fəxrimiz, qardaşımız, canımız, yerimiz Zabit Səmədov oradaydı. Yəni o tanınmışlardı, ünlülərdən də var idi. O qədər onlar qəribə baxırdı o bizim millətin toyuna, məsələn, onlar məsələn Zabit Səmədovu həmişə döyüşdə görüblər, ringdə görüblər. O toyda onun rəqsinə, doğma Azərbaycan haqqında fikirlərinə, yəni bizim musiqiyə olan hörmətinə, sözə, şeirə olan hörmətinə o qədər belə qəribə baxırdılar ki. Qəribə necə? Yəni biri var, demirəm ha, paxıllıq eləyirdilər, o məndə yox. Heyrətdə baxırdılar ki, lah nə gözəldir belə. Yəni o hələ adicə bir toyumuzdan danışıram mən. O qaldı ki, Röya xanımın gedib orada çıxmağı ilə bizim hamımızın fəxri deyilmi yəni? Buna sevinmək lazımdır. Bu Azərbaycan musiqisi, bu Azərbaycan incə sənətini təmsil edirsə, Azərbaycan musiqisini təmsil edirsə, nə xoş bizim halımıza. Uğurlu.